Anam xəstədir. Skoriya zəng eləyirik, skora gəlmir. Deyir, yolunuz pis vəziyyətdədir. Taksiyə deyirik, biz apar, taksi bizdən pulu çox istəyir, artıq istəyir. 5 manatlıq yola 20 manat istəyir. Maşınlarımız hamısı xarab olur. Buradan qatırırsan, buradan maşınlarımız xarab olur. Yolumuza biz çətinlik çəkirik, yolumuzu düzəltdirin. Nə taksi gəlmir, nə skora gəlmir, nə marşrut gəlmir. Uşaqlar bu tərəfin uşağı nə ilə geçsin və məktəbə? Yolumuz yoxdur, işığımız yoxdur, suyumuz yoxdur. Kanalizasiya ora kimi çəkildi, oradan belə düz tərəfə gəlmədi. Dedilər planda deyil. Palçığın içində qırılırıq. Suyumuz yoxdur, musor yeşiyimiz yoxdur. Yolda işığımız yoxdur, qaranlıqda qalmışıq. Bax, belə gündə yaşayırıq. Uşaqlar fikrə gedəsi də əyəkləri bax, o batdağa batırlar. Nə yolları var? Marşrut düz əməlli gələ bilmir, ona görə ki, yollar pis gündədir. Nə şərait yaradırsa da insanlar özlərinin cibindən pul yığışdırıb, bax, quruyu düzəldiblər. Quruya başı bu ulisə heç nə olmur. Nə kanalizasiya çəkilib, nə krant çəkilib. Biz o biri öylərdən özümüzə şərait yaratmışıq. Qohum-qohumdan qrant çəkib, kanalizasiyamız vəbşə yoxdur. Ha, bu gün nə yaşayırıq? Bizim istədiyimiz nədir? Nalog veririk mi? Veririk. Özümüzün yağımızı özümüzün başımıza çəksinlər. Belə olarmı? Zivilimizə baxın, hana zivil vedirəmiz? 2 dənə zivil vedirəsi qovlar, bu yekəlikdə küçə 2 zivil vedirəsindən nə olur? Demişik ki, yolları düzəldim, çəkin, baxın, bax. Zivilin içində yaşayırıq, niyə? Tamarislə cerit eləyir, mən baxdım, göstərdilər Novestdə ki, 10 milyondan artıq pul ayrılır. Bizə də ayrı. Bir əzinsə də ayrım, bizə də günah.